Bugün Qoç bürcü üçün 6-12 iyul tarixlərini əhatə edən həftəlik proqnozu təqdim edirik. Bu həftə Qoç bürcünü sevgi, iş, maliyyə və şəxsi həyatda hansı dəyişikliklər gözləyir? Hansı günlər daha uğurlu olacaq, hansı məqamlara diqqət etmək lazımdır? Gəlin birlikdə həftənin astroloji mənzərəsinə birlikdə nəzər salaq. Əziz Qoç bürcləri, bu həftə həyatınızda yarımçıq qalan məsələləri tamamlamaq, keçmişdən dərs çıxarmaq və yeni mərhələyə daha güclü başlamaq üçün əlverişli bir dövr olacaq. Ulduzlar sizə tələsmədən, amma qətiyyətlə hərəkət etməyi tövsiyə edir. İş həyatında məsuliyyətiniz və əzmkarlığınız diqqət çəkəcək, şəxsi münasibətlərdə isə anlayış və səmimiyyət ön plana çıxacaq. Həftə ərzində həm yaxınlarınızın, həm də ətrafınızdakı insanların sizə ehtiyacı ola bilər və göstərəcəyiniz dəstək gələcəkdə öz bəhrəsini verəcək. Eyni zamanda həftənin sonuna doğru sevgi və romantika sahəsində xoş sürprizlər yaşamaq ehtimalınız yüksəkdir. İndi isə keçək Qoç bürcünün 6-12 iyul tarixlərini əhatə edən ətraflı həftəlik proqnozuna. Qoç. Bu həftə sizin üçün tamamlanma, yenilənmə və gələcəyə daha inamlı addımlamaq həftəsi olacaq. Son dövrlərdə yarımçıq qalmış işləri başa çatdırmaq, köhnə problemləri həll etmək və uzun müddətdir sizi narahat edən məsələləri aradan qaldırmaq üçün əlverişli şərait yaranacaq. Ulduzlar göstərir ki, bu günlərdə göstərəcəyiniz səbir və əzmkarlıq yaxın gələcəkdə əldə edəcəyiniz uğurların əsasını qoyacaq. Ən vacib məqam isə vaxtınızı düzgün idarə etməkdir. Planlı hərəkət etsəniz, həftənin sonunda gördüyünüz işlərin nəticəsi sizi sevindirəcək. İş və karyera sahəsində məhsuldar bir həftə gözlənilir. Çətin görünən tapşırıqlar belə sizi qorxutmayacaq. Əksinə, mürəkkəb problemlərin həllində nümayiş etdirəcəyiniz məntiqli yanaşma həmkarlarınızın və rəhbərliyin diqqətini cəlb edəcək. Bu həftə öz bacarıqlarınızı göstərmək üçün yaxşı imkanlar yaranacaq. Xüsusilə uzun müddətdir təxirə salınan layihələri başa çatdırmaq gələcəkdə yeni imkanların qapısını aça bilər. Maddi məsələlərdə də sabitlik hiss olunacaq. Böyük gəlirlər gözlənilməsə də, maliyyə baxımından vəziyyətiniz nəzarət altında olacaq. Əsas üstünlüyünüz xərcləri düzgün planlaşdırmaq və lazımsız risklərdən uzaq durmaq olacaq. Əgər uzun müddətdir yarımçıq qalan maliyyə məsələləri varsa, onları həll etmək üçün münasib zamandır. Bu həftə insanlara kömək etmək və dəstək olmaq istəyiniz daha da güclənəcək. Xüsusilə iş mühitində və ya dost çevrəsində kimsə sizdən məsləhət və ya yardım istəyə bilər. Sizin təcrübəniz və soyuqqanlı davranışınız başqaları üçün çıxış yolu olacaq. Ulduzlar göstərir ki, etdiyiniz yaxşılıqlar qarşılıqsız qalmayacaq və yaxın gələcəkdə bunun müsbət nəticələrini görəcəksiniz. Ailə məsələləri də diqqət mərkəzində olacaq. Yaşlı ailə üzvlərinə və qohumlara daha çox vaxt ayırmaq imkanınız yaranacaq. Onların qayğısına qalmaq, problemlərini dinləmək və birlikdə vaxt keçirmək münasibətlərinizi daha da möhkəmləndirəcək. Evdə yaranacaq səmimi atmosfer sizə mənəvi rahatlıq bəxş edəcək və gündəlik yorğunluğu unutduracaq. Həftə ərzində emosional tarazlığınızı qorumaq da vacib olacaq. Bəzən xırda anlaşılmazlıqlar və gözlənilməz hadisələr planlarınızı dəyişə bilər. Lakin bu vəziyyətlərə sakit yanaşsanız, hər şey düşündüyünüzdən daha asan həll olunacaq. Əsas odur ki, tələsik qərarlar verməyəsiniz və hadisələrin inkişafını diqqətlə izləyəsiniz. Şəxsi münasibətlərdə isə həftənin ikinci yarısı xüsusilə uğurlu görünür. Münasibətdə olan qoçlar sevdikləri insanla daha çox vaxt keçirə, aralarındakı bağlılığı gücləndirə biləcəklər. Səmimi söhbətlər, qarşılıqlı anlayış və kiçik sürprizlər münasibətlərinizə yeni rəng qatacaq. Əgər son vaxtlar aranızda kiçik narazılıqlar yaranıbsa, onları aradan qaldırmaq üçün çox əlverişli zamandır. Subay qoçlar üçün də maraqlı tanışlıqlar ehtimalı yüksəkdir. Xüsusilə həftənin son günlərində baş verəcək bir görüş gələcəkdə ciddi münasibətin başlanğıcına çevrilə bilər. Yeni insanlarla ünsiyyətdən çəkinməyin və hisslərinizi ifadə etməkdən qorxmayın. Səmimiyyətiniz və təbii davranışınız qarşı tərəfdə xoş təəssürat yaradacaq. Həftənin sonunda romantik görüşlər, birlikdə keçirilən xoş anlar və emosional yaxınlıq ön plana çıxacaq. Sevdiyiniz insanla planlaşdıracağınız kiçik bir gəzinti və ya sakit bir axşam münasibətlərinizə müsbət təsir göstərəcək. Ulduzlar bu dövrdə sevgi həyatınızın daha da canlanacağını göstərir. Ümumilikdə bu həftə Qoç bürcü üçün tamamlanma, məsuliyyət və müsbət dəyişikliklər həftəsi olacaq.
Köhnə işləri yekunlaşdırmaq, ailəyə daha çox vaxt ayırmaq, insanlara dəstək olmaq və şəxsi münasibətlərinizi möhkəmləndirmək üçün əla imkanlar yaranacaq. Həftənin əsas mesajı budur. Keçmişdə yarımçıq qalanları tamamlayın, gələcəyə inamla baxın və qarşınıza çıxan fürsətləri dəyərləndirin. Göstərəcəyiniz səbir, zəhmət və müdriklik yaxın günlərdə sizi daha böyük uğurlara və mənəvi rahatlığa aparacaq.